Salam, hər kəs salamlayıram. Sizinlə say sisteminə aid belə bir nümunə suala baxırıq. Deməli, çalışdığım qədər fərqli, yeni tip suallara toxunuram. Ümid edirəm ki, hər kəs üçün faydalıdır. Deməli, 8-li say sistemində 3 rəqəmli olub və 6-lıq say sistemində sonu sıfırla bitən ən böyük və ən kiçik ədədimiz hansıdır? 8-li say sistemində 3 rəqəmli deyiriksə, yəni bilmirik bir x ədədidir. Bu ədəd 8-in kvadratından böyük bərabər, kubundan isə kiçikdir. Nəyə əsasən bu cür qeyd edirik? Məsələn, 8-li say sistemində belə bir ədəd deyirəm. 8 üzərində 3. Nə deməkdir bu? 1 yanında 3 dənə 0. Neçə rəqəmli oldu? 4 rəqəmli. 8 üzərində 2. Nə deməkdir? 1 yanında 2 dənə 0. Neçə rəqəmlidir? 3 rəqəmli. Bizə də deyir ki, 8-li say sistemində 3 rəqəmli olub. Demək, bu ədədimiz 8-in kvadratından böyük bərabər, deməli, kubundan isə kiçikdir. 8-in kvadratından böyük bərabər 64, kubundan isə deməli kiçik olan 511-dir. Çünki 512 ədədi ödəmir. 512 olduqda artıq 4 rəqəmli olur. Bizə də lazımdır 3 rəqəmli olsun. Və deyir 6-lıq say sistemində sonu sıfırla bitən. Biz 8-li say sistemində 3 rəqəmli olan ədədlərimizi tapdıq. 64 ilə 511 aralığında bütün ədədlər 8-li say sisteminə çevirdiyimiz zaman deməli 3 rəqəmli ədəd olacaq. Və bunların içərisində də deyir 6-lıq say sisteminə bölünərkən, yəni 6-lıq say sisteminə keçərkən sonu sıfırla bitən ən böyük və ən kiçik də var. Baxıram ki, 6-lıq say sisteminə keçən zaman deməli sonu sıfırla bitən ən kiçik 66-dır. 66-nı biz 6-ya bölsək, görərik ki, tam hissə çürür. Yəni, sonu sıfırla bitir. Və bizə ən böyük və ən kiçik dediyi üçün ən kiçiyimiz 66, ən böyüyümüz isə 510 ədədi olmuş oldu.